insanların haklarını əskitməyin. Peyğəmbər sallallahu aleyhi və səlləm bir kəlmə zikr edib. Hansı ki, azgözlüyün, hiləgərliyin, tamahın, dələduzluğun belini sındıran, mən qaşşənə fəleysə minnə, kim bizi aldadarsa bizdən deyil, yəni yolumuzda deyil, əxlaqımızda deyil, səmtimizdə, hidayətimizdə deyil. Və deyib ki, əl-hələlu beyin, vəl-haramu beyin. Halal açıq aydındır, haram da açıq aydındır. Və onlar arasında şübhəli olan var. Kim şübhələrdən çəkinərsə, dinini, namusunu qorumuş olar, yəni şərəfini qorumuş olar. Əgər mömin şübhədən qaçmalıdırsa, gör haramı özünə məskən edən, özünü aldadıb onu zərrət aldandıran necə qaçmalıdır? Ona görə Allahın qulu, aldanma. Bil ki, ola bilər ki, gündüzlər güləsən, sevinəsən, lakin qəlb harama bulaşıbsa, haram ləkəliyibsə onu, Quran ona ağır gələcək, oxuya bilməyəcək. Namaz soyuq gələcək, Allahın zikrinin təsiri, nəticəsi olmayacaq. Xatırlamanın, moizənin onun qəlbini hərəkətə gətirməyəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm bəs edir ki, bir kəlmədən çəkindirib bizi, qorxudub bizi bir kəlməyə görə. İnnəl abdə lə yətəkəlləmu bi kəlimətin min saxatillah. Qul Allahı qəzəbləndirəcək ola bilər bir kəlmə desin. Lə yulqiləhə bələn. Və fikir verməsin ona, önəmsəməsin. Yəhvi bihə finnər. O onu oda yuvarlatsın. Əgər belədirsə gör, tam, bütöv, haramla olan sövdələşmələr necə, razılıqlar necə, haram qazanc qapları necə və bilirsən ki, Allah Teala səndən buna görə razı deyil. Bu ruzi, hansı ki, axtarırsan onu haramda, bu heç də filan kəsin və ya digərinin əlində deyil. Və ya hansısa bu bazarın və ya digər bazarın içində deyil. Əksinə Allah Teala'dadır, onun yanındadır, onun əlindədir. Və fissəməyi rizqukum və mə tuadun. Ruziniz və sizə vəd olunan səmadadır. Və mə min dəbbətin fil ardı illə aləllahi rizquha. Yer üzərində elə bir canlı yoxdur ki, ruzisi Allaha məxsus olmasın, Allahın üzərinə olmasın. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allah'tan qorxarsa, Allah ona çıxış yolu göstərər. وَيَرْزُقُهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Gözləmədiyi, axtarmadığı yerdən onun ruzisini verər. Ona görə çıxış yolu təqvadadır. Allahın qadağalarını aşmaqda yox, hədlərini, sərhədlərini pozmaqda yox. Gəlib sələflərin bəzi qadınlarından ki, o qadınlar səhər həyat yoldaşlarını yola salanda, qapıya qədər ötürəndə, vidalaşanda deyərdilər ki, ya fulən, ittəqilləhə və lə tut'imnə min haram. Ey filan kəs, Allah'tan qorx, bizi haramla bəsləmə. Fə innənə nasbir alə harrucu və lə nasbir alə harrinnat. Biz aclığın istisinə dözərik, lakin odun, cəhənnəmin istisinə dözmərik. Ona görə dünya məbləğ deyil ki, toplayasan. Dünya əmanətdir. Soruşulacaqsan. وَقِفُوهُمْ اِنَّهُمْ مَسُولُونَ. Onları dayandırın. Onlardan soruşulacaq. ثُمَّ لَتُسْأَلُونَ يَوْمَيْذٍ عَنِ النَّعِيمِ. O gün neymətlər haqqında mütləq soruşulacaqsınız. Və ən gözəl işarə, hansı ki dəalət edir ki, insan bəzən malın qulu olur, ubudiyyəti mala, mülkə olur. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözüdür. Təisə abdü dinar, təisə abdü dirhəm. Bədbəxtdir dinarın qulu, bədbəxtdir dirhəmin qulu.